2 gündən saçlarımı yumuşam, fenlə qurutmuşam. Sadəcə belə heç nəsiz, heç daraqla da deyil, sadəcə belə üzərindən tutub qurutmuşam. Biraz buraları yaşdı. Baxımdan sonra saçlarım düzləşibdi, xeyli düzləşib açığı. Bu keratin baxımından sonra. Amma təsiri bir müddət sonra gedəcək. Hələ ki mənə belə istifadə belə deyim, əl verir. Nəysə, indi istəyirsiniz buracam saçımı. Qeyd edeyim ki, təzə bu AliExpress-dən almışdım, onu yoxlamaq istəyirəm. Dedim, elə sizə də çəkim. Açanda çəkmişəm, amma buranda necə edirəm, onu çəkməmişəm. Bir dəqiqə bu tərəfində biraz qurudum, gəlirəm, birlikdə onu saracaq saçıma. Saçlarımı qurutdum, biraz darayacağım. Saçıma baxım eləmişdim, yağ çəkmişdim, yağ qarışımı. Keçən dəfə deyəsən sizə demişdim nələri qatıram. Daha sonra ondan başqa da ucuna maska eləmişdim, Yaponiyadan aldığım bu Shiseido'nun maskasını. Sonra duşdan sonra Olaplex elədim. Olaplex'i elədim, saxladım saçımda bir 10-15 dəqiqə. Sonra yudum. Yandan sonra Olaplex'in serumunu və kremini saçıma sürtdüm və başımda dəsmalla bir müddət saxladım. Yəni olmazın baxımları. Daha sonra saçımın dibinə bu, deyəsəm sizə onu göstərməmişdim. Bir dəqiqə. Baxın, bunu istifadə edirəm tökülməyə qarşı, görürsünüz. Belə başlığı var, diblərə çox asan istifadə olunur. Bunu çimədən sonra istifadə edirəm. Digər deodoranı isə gündəlik belə deyim, hər gün saçlarımın dibinə çəkib masaj edirəm. İlk öncə çolkamı ayırım. Yəni bunu deməkdə məqsədim odur ki, mən hələ bu qədər baxım eləyirəm, saçlarım məsələn zədələnibdir deyə. Əgər yəni bu qədər baxım eləmirsinizsə, məncə saçınızı açdırmayın. Çünki həqiqətən baxım tələb eləyir açılmış saç. Normaldan 2 dəfə, 3 dəfə daha çox baxım tələb eləyir məncə. Mən normalda da belə deyim, baxım eləyirəm deyə mənə okeydir. Ayda gərək birinci ayırardım saçımı. Zigzag ayıracağım. Bunu eləməkdə məqsəd odur ki, saç başa yapışmasın. Açanda da, yəni yarı oradan, yarı buradan olacaq deyə. Başa yapışmış olmayacaq məncə. Yəni məqsəd odur məncə. Sonra bunu buradan biraz tutturaq. Bunu istifadə edəcəyik. Çolkalardan üzümü görürsünüz. Bir dəqiqə. Saçıma bu Gliscrun serumunu vuracağım. Elixir, neysə. Həm də belə deyim, baxım eləsin deyə. Biraz da darıyaq. Gəldik əsas məsələyə. Bunu bura belə sabitləyirik. Dovşan kimi. Biraz aşağı eləyim. Və başlayırıq sarmağa. Mən çox yuxarıdan eləmirəm. Biraz buradan eləyəcəm. Və bunu hər dəfəsində belə keçirsək yaxşı olar. Amma əmin deyiləm. Belə. Hər dəfədə biraz saç alırıq. Və qulağın arxasında belə deyim, saxlamaq məsləhət görülür. Belə buruqlar daha yaxşı alınır. Bu arada bugün voleybola gedəcəkdik. Mən getməyəcəm, çünki biraz özümü belə narahat hiss edirəm. Səhərə yaxın hiss elədim ki, boğazım ağrıyır. Sonra mədəm filan ağrıyırdı. Sabah da əslində tenisə getmək istəyirəm. Və mənim qolum da biraz zədəlidir və əməlli ağrıyır, çox pis ağrıyır. Fizioterapevtə yazılmışam, gələn həftə gedəcəm. Çünki belə olsa idman filan eləyə bilməyəcəm. Mən çox da sıx sarmıram, çünki inanılmaz buruq-buruq olur onda. Mən istəyirəm biraz daha açıq formada buruqlar olsun. Çünki dərhal istifadə edə bilim. Bilmirəm, danışa-danışa necə alınacaq. Bundan birinci dəfədə istifadə edirəm. Ümid edirəm yaxşı olar. Niyə belə oldu? Bir dakika. Bir dakika. Əslində belə olmalıdır. Bunu tuturuq, saçı fırladırıq.
Nəysə bu tərəf bitdi. Buna da düyüm vurmaq olar. Ya da bunu saxlayım, uclarını belə deyim, birləşdirərəm arxadan. Belə. Bu tərəfi də eyni qaydada sarım, tezləşdirilmiş formada. Belə, indi tez çolkamı eləyəcəm. İndi onu da çəkərəm sizin üçün. Bu gülməli vəziyyətdəki çolkamı düzəldim. Və biqudi saracağım buna da. Saçlarım hazırdır. Bəlkə sabah açanda çəkərəm. Ümid edirəm yaxşı alınar. İlk dəfədir bu belə deyim, nə deyirlər buna? Bundan ilk dəfədir istifadə elədim. Ümid edirəm yaxşı alınar. Açanda da çalışarım göstərim sizə. Belə, hələlik. The next day. Salam hər kəsə. Mən durmuşam, istəyirəm saçlarımı açım. Ona görə tez kameranı açdım. Üzümü indi yumuşam. Yəni elə kremlərimi belə vurmamışam o dərəcə. Bu arada çolkamda biqutini saxlamadım. Həm də səhv taxmışdım. Mən çölə doğru vurub taxmışdım. Mən də deyirəm mənim çolkalarım niyə alınmır? İçəri tərəfə eləmək lazım idi. İçəri tərəfə vurub saxladım biraz. Yəni bütün gün də saxlamadım. Bir neçə saat, 3 saat olar olmaz. Yəni belə həcm yarandı. Onsuz da buraları ployka ilə çöl tərəfə vururam. Gəlin saçı açaq, əsas məsələ. Ümid edirəm ki, yaxşı alınıb. Gedim kofemi içim. Ay, bugün tenisə gedəcəm. Çox həyəcanlıyam. Ümid edirəm qolum imkan verər oynamağa. Hava da bugün nisbətən yaxşıdır. Gəlin baxaq necə olubdu. Adətən videolarda başqa cür açırlar. İki tərəfdən də belə açırlar. Sonra üstdən bunu çıxarırlar. Yatmaq rahat idi. Məni narahat eləmədi. Birinci aldığım, yəni çox narahat elədi məni, bilmirəm. Amma yaxıram TikTokda insanlar onunla yatır. Necə yatırlar bilmirəm. Məni çox narahat eləmişdi. Yəni mən güclə yatmışdım. Belə moment qalmışdı ki, durum onu açım. Amma bu yox, bu çox rahat idi. Yəni hamam xalatı kimi rahat idi. Yumşaqdı deyə. O birisi amma sərt yumşaqdı belə. Daha sərtdir. Bu arada daha sinəm qayıtdı. Bütün məbləği refund elədilər. Əməlli buruq olub. Özüm tez açdım ki, gedənə qədər biraz buruqlarım düşsün. Sanki bu tərəf daha istədiyim kimi olub, bu tərəf daha belə qıvrım-qıvrım. Amma yaxşı tutubdu. Muçi, bəyəndim Muçi saçlarımı. Çolkamı düzəldəndən sonra daha yaxşı qalacaq. Çolkamı da belə vururam bu formada. Qəşəng olur. Sonda evdən çıxmamış alınsa, saçlarımın son versiyasını sizə göstərirəm. Dedim sadəcə buruqları necə tutduğunu sizə göstərim. Bu tərəfi daha çox bəyəndim. Mən belə istəyirdim. Bu tərəf daha sıx tutubdu, belə deyim. Nəysə. Nə düşünürsünüz? Bəyəndiniz yoxsa yox? Fikirlərinizi rəylərdə bildirin. Bu arada bu buruqlar birinci gün mən saçımı yumuşdum. Bir də dünən səhər yudum. 4 gün qaldı yəni. İnana bilməzsiniz. 4 gün açılmadan qaldı. Möhtəşəm. İndi yağ vurub biraz darayacağım ki, biraz da düşsün. Belə deyim, 1-2 saata daha qəşəng olacaq. Belə, dedim kofemi içim. Hələ uyanmamışam. Hələlik. 3 hours later. Qızlar, mən hazırlaşırdım. Yəni sizə saçlarımın son versiyasını göstərim. Bu tərəfim daha yaxşı tutub. Nəinki bu tərəfim. İndi biraz açıldı falan. Burada daha qəşəng oldu. Haradasa 1 saat falan keçibdi. Mən indi hazırlaşmışam. Birazdan gedəcəm tenisə. Dedim sizə də update edeyim saçlarımı. Belə. The next day. Salam hər kəsə. Bugün bazar günüdür. Biz hikingə gedirik sahil ediş yoldaşları ilə. Dediyinə görə maraqlı bir dənə parkdır, National Park kimi. Haradasa buradan 50 dəqiqəlik yoldur. İndi gedəcək Central Station-a. Oradan sandviç, kofe alacağıq. Sonra da gedəcəyik hiking olan məkana. Həmişə belə uzaq məsafəyə gedəndə
Ən xoşuma gələn şeylərdən biri Central Station-a gedirik. Oradan sendviç alırıq, kofe alırıq. Mənə elə bil ki, belə tripi xatırladır. Hava da bugün əladır. Belə giyinmişəm. Mən çox göstərə bilmirəm. Gedirik. Gəlmişik U-Bahna. Hələ 6 dəqiqə göstərir. Buradan gedəcəyik Central Station-a. Oradan da başqa qatara minəcəyik. Biz gəldik, stansiyaya çatdıq. Buradan avtobusa minəcəyik və hiking yerinə gedəcəyik. Salihin 2 dənə iş yoldaşı da bizdən gəlir. Biri də ora velosipedlə gələcək. Baxın, balaca iti də var. Biz gəlib çatdıq. Hava inanılmaz gözəldir. Buralar o qədər sakitdir. Çox qəşəngdir. Fikirləşsək belə kənd ab-havası var. Yaz olduğu üçün də hər yer yaşıl, çox qəşəngdir. Belə quşların səsi falan gəlir. Adam beyni dincəlir. Sizin üçün də belə çəkəcəm. Be careful to not go into this. Yeah. Because it's electrical power. Okay, now it can be deeper. Oh, Guys, we have to go. Yes. qabaq suda ayaqqabılarımızı çıxarıb buradan keçməliyik. Başqa yol yoxdur yəni. Böyle o sudan gəzə-gəzə keçdik. O qədər soyuq idi. Yəni bir barmağım dondu, ağrıdı barmağım bildiyiniz. Çox soyuq idi su. Sonra salfetkamız var idi. Ayağımı sildim, giyindim ayaqqabımı. Bildiğin yani oyandıq da, səhər gücdən durmuşdum yoxda. O qədər soyuq idi ki, yuxudan oyandım. Yəni kofe belə oyatmamışdı məni belə. Salih hələ də ayaqqabılarını geyinməyib. Buna baxın. Belə gəzir. Salih giymək istəmirsən? Ayağım bütün palçıq oldu. Some cleaning here. Asla. Asla. It's better. There's just like one line of yellow, yellow flowers. And Yeah. stuff. Very nice. Bura baxın, nə qəşəngdir. Çox gözəl görsənir. Bütün ətraf belə yaşıllıqdır. In Europe, so I don't have any dangerous animals. Yeah, I don't think so. Burada deyilənə görə ilan var suda.
Çox çirklidir. Few moments later. Biz hardasa 40 dəqiqə olar. 1 saat olar ya da gəzirik, hiking eləyirik. Çox qəşəng ərazidir. Bildiyiniz meşənin ortası da elə bil. Biraz dayandıq, istirahət elədik. Piknik biletlərimiz falan var idi. Atışdırmalıqlar falan gətirmişdik. Biraz oturduq, indi davam eləyirik. Hava əladır. Nə çox istidir, nə soyuqdur falan. Salih'in iş yoldaşının biri iti var. Çox belə cute itdi. Çox hoşuma başa düşür. Məsəl üçün gəldi yanıma dedim oturdu. Çox yaxşı itdi. Çox fun keçir. Qəşəngdir buralar ümumiyyətlə. Yaşıllıq falan. Ümumiyyətlə Albaniyada bu şey çox hoşuma gəlir ki, belə hiking üçün, ümumiyyətlə piknik üçün parklar falan, yaşıllıq çoxdur. Həqiqətən bura gələndən sonra onun fərqini hiss edirsən ki, bizdə məsələn ancaq yerə rayona gedəsən, yəni uzaqlaşırsan falan. Burada amma şəhərin içində də o yaşıllığı tapmaq olur. Belə, indi yenə gedirik. Qabaqda deyəsən kafeşka var. Hardasa biraz belki orada oturduq. Hələ ki davam edir. Yorulmamışam, yaxşıdır, əyləncəlidir. Baxın, dediyim it, Oslo. Oslo! Çox cute'dur. Baxın, bu da kilsəsidir. Biraz yoruldum. 7.3 kilometr gəzmişik. Hardasa 13.000 steps, yəni addım. Amma baxıram deyirəm, buna da çox gəzmişəm. Tenisə getdim, piknikə getdim. Bilmirəm onu sizə demişdim yoxsa yox. Azərbaycanlı qızlarla burada tanış olmuşuq. Onlarla piknikə getmişdik Fors Parka. İnanılmaz gözəl park idi. Kameramı götürməmişdim. Amma bir dəfə də gedəcəyik ora. Çox gözəl parkdır yəni. Kilsəyə giririk. Bura baxacağıq. Yəqin ki sonra artıq geri dönərik. Geldik burada Bee Garden'a. Biraz oturacağıq. Daha sonra geri qayıdacağıq. Belə çiyələkli içki almışıq.